Salam aleykum dostlar. Herkese Fala Galera Brigada. Bugün bizim qonağımız Fərid Əli Babazadədir. Salam aleykum Fərid. Bugün istəyirik Aiqa çempionatından olan bir fragment. Deməli pozisiya rear body lock, arxadan elə bir turtle vəziyyətindən rəqib Fəridin belini tutmuşdu, rear body lock vəziyyətindən. Həmin oradan kontra-ataka sweep eləmişdi. İstəyirdik bugün həmin vəziyyəti detallaşdıraq və göstərək sizə inşallah. Salam aleykum. İmran müəllim dediyi kimi rear body lock vəziyyətindən sit out göstərəcəyik, turtle vəziyyətindən. İmran müəllim. Deməli, bu vəziyyətdən rəqib rear body lock vəziyyətinə gətirir. Yəni bunu nə vaxt eləyirlər? Bu həm MMA döyüşləri, həm grapplerlər istifadə edir. Yəni həm döyüşlərə yararlıdır, həm grapplingdə. Deməli, tazımı qabağa verirəm və paralel olaraq əlimi salıram içəri bu qaydada. Və side control vəziyyətinə düşürəm. Bir də əlavə etmək istərdim ki, rəqibin əgər sağ ayağı bu zaxvatdan, sağ ayağı qabaqdadırsa, biz sit-out'u eləyə bilərik. Əgər ayağı arxadadırsa, onda burada plan dəyişir və burada Granby roll eləyirik. Onu da çiyin üzərindən eləyirik bu qaydada. Və rəqib vəziyyəti itirir. Hamıya təşəkkürlər, izləmədə qalın, faydalanın. Olsun.